Axşamınız xeyir olsun. Aktual gündəmi izləyirsiniz. Ermənistanda seçkilərə artıq 4 gün qalıb və Ermənistan daxilində kifayət qədər maraqlı hadisələr baş verir və bu axşam məhz Ermənistan ətrafında baş verən hadisələri müzakirə edəcəyik. Milli Məclisin deputatları Azay Quliyev və Elçin Mirzəbəyli ilə bərabər. Axşamınız xeyir olsun hər ikinizi salamlayıram. Nikol Paşinyan Rusiya siyasilərinin dilində desək, iki stulda oturmağa niyyətlidir sanki. Amma Rusiyada təbii ki, seçim qoyub Paşinyan qarşısında və qeyd edib ki, bundan əvvəlki açıqlamalarda da var idi. Həm Vladimir Putinin ünvanladığı ultimatumlarda biz bunu gördük. Averçukun, Mariya Zaxarovanın ki, Ermənistan ya Avropa İttifaqını seçməlidir, ya da Avrasiya İqtisadi Birliyini seçməlidir. Bu nöqtədə Ermənistan üzərinə də Rusiyanın təzyiqləri artır. Məhz Ermənistan məhsullarının Rusiya idxalı ilə bağlı ciddi qadağalar tətbiq olunur. Rusiya tərəfindən sanksiyalar tətbiq olunur və bugün də Rusiya Ermənistan məhsullarına yeni sanksiyalar tətbiq elədi. Lakin Nikol Paşinyan deyir ki, bizim alternativ bazarlarımız var. Söhbət Avropa İttifaqı ölkələrindən gedir. Ancaq bir sıra sahibkarlar da bildirir ki, elə məhsullar var ki, onlar həmin Avropa İttifaqı ölkələrinə idxal olunmur və Avropa tərəfindən də, həmin ölkələrdən də bildirilir ki, məhsullarda ciddi problemlər yaşanır və bizim məhsullarımız, sahibkarlar belə deyir ki, əslində bizim əlimizdə qalır və biz onu ixrac etmək üçün hər hansı bir bazar tapmırıq və ən yaxşı bazar da elə Rusiya bazarıdır. Bu nöqtədə Nikol Paşinyan həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da bir telefon bağlantısı yaradıb. Hesab edirəm ki, yəqin ki, Avropa bazarlarına çıxış əldə etmək üçün həm də bir ricası, bir xahiş olub. Bu istiqamətdə də sizin fikirlərinizi alacağıq. Görək, əslində tərəflər nələri müzakirə ediblər. İstənilən halda Rusiyanın hətta bildirilirdi ki, 50 milyon dollarlıq bir planı da var Ermənistanda. 100 min erməninin göndərilməsi İrəvana və seçki prosesində onların iştirakını təmin etmək. İndi bu 100 min erməni Rusiya göndərəcəksə İrəvana, onların seçki prosesində iştirakı nə qədər Rusiyanın əlinə xidmət eləyə bilər, həm də bu məsələlər istiqamətində müzakirə aparacaq. İstənilən halda qeyd olunur ki, bu seçkilər həm də Qafqazda analitiklər belə deyirlər ki, böyük dəyişikliklərə səbəb ola bilər. Marco Rubio'nun, Amerika Birləşmiş Ştatlarının dövlət katibi də bir açıqlama verdi ki, əslində Rusiya maraqlı deyil Nikol Paşinyanın seçilməsinə. Amma Rusiya, daha doğrusu Ermənistan strateji həm də üstünlüyü var, üstünlük qazanmağa qadirdir. Bu da trip marşrutu vasitəsilədir. Təbii ki, Moskvanın və Tehranın da trip marşrutu ilə bağlı mövqeyi bəllidir. Bu nöqtədə deyək ki, Paşinyan seçki sonrası hansı addımlar ata bilər, trip marşrutunun taliyi bundan sonra necə müəyyən olunacaq, həm də bu məsələləri müzakirə edəcəyik. Amma biz efirdən öncə Azay müəllimdən istəyərdim başlayayım. Azay müəllim bildirdi ki, Ermənistanda əslində seçki vaxtı maraqlı proseslər cəryan edir. Nədir bu maraqlı proseslər, həm də sizdən eşitək. Təşəkkür edirəm Arzu xanım. Siz giriş nitqinizdə bir çox istiqamətlərə toxundunuz. Əlbəttə, bu da həm deyilən sizin o giriş sözünüzdə, həm bütövlükdə vəziyyətin analizi onu demək əsas verir ki, Ermənistanda hal-hazırda baş verən hadisələr sadəcə bir seçki hadisəsi deyil. Bu seçkinin çərçivəsindən çıxaraq qlobal geosiyasi rəqabət prosesdə çevrilibdir və ilk dəfədir ki, Ermənistanda olan seçkilər açıq-aşkar şəkildə hansı qütbə, hansı istiqamətə seçim edilməsi lazım olduğu bir sual olaraq ortadadır. Və burada təbii ki, Qərb və Rusiya arasında olan son bir, deyərdim ki, döyüşdür. İndiyə qədər bilirsiniz ki, seçkilərdə, Ermənistanda baş verən seçkilərdə, hətta 2017-ci ildə, sonra o inqilab dövründə, hətta 2001-ci ildə belə Rusiyanın elə bir qayğısı yox idi. Yəni, əmin idi ki, Ermənistan onun təsir dairəsindədir və
hakimiyyət yəni kimliyindən asılı olmayaraq Moskva ilə əvvəlki o münasibəti, hətta iyerarxi münasibəti qoruyub saxlayacaq. Amma indi vəziyyət tamamilə dəyişibdir. Bu vəziyyətin dəyişməsi açıq-aşkar göstərir ki, məhz Azərbaycan tərəfindən əsası qoyulan, 2020-ci il əsası qoyulan o geosiyasi proseslər, bölgədə güc balansının dəyişilməsi və bütövlükdə Cənubi Qafqazın region olaraq tamamilə fərqli bir istiqamətə 200 il müddətində formalaşmış ənənəvi müstəvidən çıxaraq daha müstəqil və daha sərbəst bir istiqamətə yönləndirilməsi artıq qarşısı alınmaz prosesdir və zaten Azərbaycan həmişə müstəqil olubdur, amma Azərbaycanın geosiyasi durumu və güc balansının dəyişməsi bu prosesdə daha da tətiklədi. Və artıq məğlubiyyəti, necə deyərlər, qəbul etdikdən sonra Ermənistan açıq şəkildə etiraf etdi ki, başa düşdü, anladı ki, onun çıxış yolu iki istiqamətdə ciddi qərar qəbul etməlidir. Bir, özünün Paşinyan dediyi kimi bu Qarabağ tələsindən canını qurtarmalıdır bir dəfəlik. İkinci isə Rusiya ilə vassa münasibətindən, forpost münasibətindən qurtulmalıdır. Və ikisi də cəsarət tələb edirdi, ikisinin də çox ağır bədəlləri var idi. Və görsənən budur ki, Ermənistan hakimiyyəti, Paşinyan hökuməti bunu çox pragmatik dəyərləndirərək çox doğru seçim etdi. Birinci, Qarabağla bağlı, bizim ərazi bütövlüyümüzlə bağlı olan neçə 10 illik olan narrativləri bir dəfəlik sıradan çıxartdı, gündəmdən çıxartdı. Eyni zamanda açıq şəkildə Avropa İttifaqı ilə inteqrasiya kursunu tutdu və Rusiyanın rəhbəri etdiyi bir çox qurumlardan, o cümlədə KTM-dən buradakı fəaliyyətini faktiki dondurdu. Bir də iqtisadi blokda qalmaqdadır. Orada da açıq şəkildə bəyan etdi ki, bu prosesi mən davam etdirəcəm, çünki onun iqtisadi maraqları var. Amma burada mən birinci qeyd etdim ki, qlobal geosiyasi meydana çevrilibdir və qlobal güclərin maraqlarını toqquşduğu bir məkandır bugün Ermənistan. Və burada isə ən aparıcı qüvvə, ən aparıcı söz sahibi Azərbaycandır. Bugün seçkilərə biz baxsaq, seçki kampaniyasına baxsaq, Ermənistan hökumətinin əsas güvəndiyi və daha çox onu açıq şəkildə dediyi bir nə var? Biz sülhün tərəfdarıyıq. Biz daha doğrusu sülhün daha geniş şəkildə bərqərar olmasının tərəfdarıyıq, qazi sülhdə tərəfdarıyıq. Ermənistan hazırki sərhədlərinin qorunub saxlanılması, real Ermənistanın bərqərar olmasının tərəfdarıyıq. Biz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıyıq. Biz Avropaya inteqrasiyanın sürətləndirilməsi və s. Bu narrativi, yəni bu çağrışı, bu siyasəti ortaya qoymaq üçün yalnız və yalnız Azərbaycanın mövqeyi və Azərbaycan həyata keçirici siyasətin nəticəsi mümkün ola bilərdi. Ona görə də bugün sözün əsl mənasında Ermənistanda baş verən proseslərdə ilk baxışdan Qərblə Rusiya qarşı durması göstərilsə də və iki böyük bir, deyək ki, geosiyasi mərkəzin bu vəziyyət formada yarışdığını göstərəkdə, amma hamı bilir ki, daha aparıcı aktyor bu prosesdə Azərbaycandır. Yenə deyirəm, çünki Azərbaycanın əgər sülh deməli, avqust ayında Vaşinqtonda sülh prosesinə təkən verməsəydi, sülh müqaviləsi paraflanmasaydı, sonra da ən vacibi isə normallaşma naminə bir çox istiqamətlərdə ticari əlaqələr yaradılmasaydı, biz onu dəfələrlə qeyd etdik, o tranzit qadağalarının aradan götürülməsi, Azərbaycanın enerji resurslarının Ermənistana göndərilməsi və s. Ermənistan hakimiyyəti bu qədər asanlıqla bunu ictimata sata bilməzdi. İkinci tərəf isə nədir? Rusiyanın müdafiə etdiyi, mən orada 17 partiya var, 2 blok var, onları mən demirəm. Onların əsas konsentrasiya olduğu mərkəz Rusiya yönümlü 3 blokdur. 3 əsas siyasi partiyadır. Bu, Samvel Karapetyanın, Robert Koçaryanın və deməli, çiçəklənən Ermənistan Sarıkyanın partiyasıdır. Yəni, bunu da bilirsiniz ki, Paşinyan obrazda olaraq 3 müharibənin 3 başlı müharibə əjdahası adlandırıbdır. Bu da bilirsiniz, burada bir məsələni qeyd etmək lazımdır. Başın biri yarım çıxdı. Sarıkyanla bağlı onu dəqiq demək olmaz. Bəlkə Sarıkyan özü də istəmirdi bu seçkilərdə iştirak edəsin. Sarıkyanla bağlı müəyyən şübhələr var. Onları indiyəqi Elçin müəllim də ona toxunar. Mən indi Elçin müəllimin vaxtına çox müdaxilə etməmək şərti ilə bu fikrimi yekunlaşdırmaq istəyirəm. Yəni bunun məsələsi bu bizim bugün müzakirə etdiyimiz təkcə seçki məsələsi deyil. Dediyim kimi çox ciddi geosiyasi dəyişikliklərin bir astanasındayıq. İndi qarşı tərəfində Paşinyana əsas ittiham odur ki, güya Paşinyan Azərbaycan-Türkiyə
necə deyərlər, hakimiyyətin təsiri altındadır və bununla da güya onu gözdən salma kampaniyası həyata keçirir və s. Ancaq bu narrativdə işləmədi. Və siz qeyd etdiniz, Rusiyanın tətbiq etdiyi həmin o embargolar, sanksiyalar, indi orada kaynak, nə bilim, mineral sulara, tərəvəzə, meyvələrə və s. etdiyi məhdudiyyətlər də bu işləmədi. Bugün mən əslində baxanda siz fikir verdiniz ya, yox. Bəlkə biz zamanla görəcəyik Azay müəllim, işləmədi. Yox, işləmədi. Baxın, mayın 29-unda Putinin, Rusiya prezidenti Putinin Paşinyana bir məktubu vardı, təbrik məktubu. Siz o təbrik məktubunun tonuna baxsanız, görün ki, Qazaxstanda səsləndiyi o sərt tonundan əsər-əlamət yox idi və əksinə müəyyən yumşalma vardı. Niyə? Amma Rusiya siyasətçiləri dedi ki, bunu yumşalma kimi qiymətləndirməyin. Yox, amma o deyə bilər. Baxın, indi Rusiyanın itirəcəyi məsələlərdə bax, siz elə bilməyin ki, Rusiya orada hakim mövqedədir. Xeyr, Rusiyanın orada daha çox itirəcəyi məqamlar var. Rusiya siyasətçiləri bir tərəfdən Paşinyanın maksimum dərəcədə gözdən salmaq, onun bir fəlakət olduğunu, Ukrayna senarisinə uyğun hərəkət etdiyini deməklə seçiciləri qoxuzmaq siyasəti güdürsə, amma digər tərəfdən anlayır ki, bugün, yəni məsələ bu qədər dərinliyə getsə, Rusiyanın yerdə qalan maraqları da tamamilə sıradan çıxacaq. Bu nə maraqlardır? Bir, bugün bilirsiniz ki, Rus atom istəyir ki, Ermənistanda elektrik enerjisi, elektrik stansiyasını yaratsın, qursun, orada iştirak etsin. Bu, əlində bir rıçaqdır Ermənistan. Amma Ermənistan bunu Fransa ilə və ABŞ ilə bunu görmək istəyir. Yaxud da dəmir yollar şəbəkəsi biliriz ki, Rusiya tabidir, bugün o idarə edir. Bugün hal-hazırda başqa ölkələrlə, xüsusilə Qazaxıstanla bu barədə danışıqlar aparılır ki, həmin dəmir yolu idarəçiliyi versin Qazaxıstana. Və yaxud da qaz təchizatı, təbii qaz təchizatı, Gazprom bilsin ki, 100%lik orada paya malikdir. Yəni, bugün mən hələ demirəm ordu filan, başqa o sərhəd məsələləri filan. Bugün məsələ elə də sadə deyil. Rusiya orada istədiyini edə bilər, istədiyini ala bilər, Rusiyaya itirəcək heç də yoxdur deyənləri mən düşünürəm ki, o qədər də məsələyə dəqiq yanaşmırlar. Ona görə də burada, Arzu xanım, burada artıq prosesdə elə bir səviyyə gəlib çatıb ki, ya region tamamilə indi götürdüyü əsas istiqamət üzrə sülh, əmin-aman inkişaf istiqamətinə gedəcək. Çünki bu yol ayrıcadır bu. Yəni, elə bir şeydir ki, seçimi dəqiq etməsə. Və yaxud da, hansı ki, bunu mən ehtimal çox az hesab edirəm, İslam Paşinyan qalib gələcək. Və yaxud da, əgər hansı bir möcüzə baş verərsə, Paşinyan məğlub olarsa, indi orada seçki sistemindən də vaxt olsa müəyyən məsələlər deyərik, çox orada incə məqamlar var. Onda artıq Azərbaycanın da daxil, bizim də həyati əhəmiyyətli maraqlarımız da daxil bir çox proyektdə, bir çox layihələr ciddi suallar altında düşə bilər ki, bu da bütün regionun gələcəyi üçün çox mənfi bir senari vəd edir. Əslində siz bir məqamı kifayət qədər doğru vurğuladınız. Hətta Paşinyan da demişdi ki, bizim necə ki Rusiyanın bizə təsir etmək üçün rıçaqları var, eləcə də Ermənistanın